وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqva olmazda çağırıram. Və mühüm məsələlərdən biri hansı ki, mömin çalışmalıdır. Hansı ki, Allah Subhanahu taala da bizdən tələb edib adil olaq və zülm etməyək, zalim olmayaq. Və ümumiyyətlə, zülm pislənib. Yəni, Quran-ı Kərimə də fikir versək, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərinə də zülm pislənib. Və zülmün mənası iki məna demək olar. Zülm ya zülmət, işıq olmayan bir yer və ya bir şeyi öz yerində qoymamaq. Çünki bir şeyi öz yerində qoymaq o adillikdir. Amma əksi isə zülmdür. Yəni bir şeyi öz yerində qoymamaq. Və həmçinin zülmün növləri də var. Və ümumən zülm haqsızlıq, həddə aşmaq bir şeydə bu kimi tanınır, bu kimi tərif edilir. Amma növləri isə Allahla olan zülm, insanlarla olan zülm və insan öz-özünə etdiyi zülmlər. Amma ən dəhşətlisi də, ən böyüyü də Allaha qarşı edilən zülm. Allah Subhanahu taala buyurur ki, İnnə şirkə ləzulmun azim. Şirk ən böyük zülmdür. Deməli, şirk zülmdür. Ona görə şirk eləyən Allaha qarşı zülm eləyir. Ona görə şirk ən böyük günahdır. Çünki şirk ən böyük adilsizlikdir. Çünki ən böyük zülmdür. Ən böyük adilsizlikdir. Ən böyük insafsızlıqdır. Ən böyük əxlaqsızlıqdır. Ən pis şeydir. Ona görə şirk ən böyük günahdır. Çünki sən ibadətdə Allahı qoyub və ya Allahı o qüvvət sahibin naqis edib, naqis görüb gözündə fikirləşirsən ki, ibadətdən nəyisə başqasına da sərf edeyim ki, mənim ibadətim yaxşı olsun və ya qəbul olsun və s. Ona görə Allah Taala onu qəbul eləmir. Allah Subhanahu taala buyurur ki, İnnəllâhe la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Əl-ayə. Yəni Allah Subhanahu taala buyurur ki, Allah Taala bir dənə müşriki bağışlamayacaq. Ondan savayı istədiyin bağışlayacaq. Və ona görə zülm də ən böyük günahlardandır, qardaşlar. Ən böyük günahlardandır. Və həmçinin bunun mühümliyi, təhlükəli olmağın Quran-ı Kərimdə hətta görsənir. Quran-ı Kərimi oxuyanda təxminən 190 yerdə Allah Subhanahu taala zülmü qeyd edir Quran-ı Kərimdə. Ona görə bu onu göstərir ki, məsələ elə də balaca məsələ deyil. Əgər bu cür yada salınırsa bizə, bu kəlmə elə də balaca məsələ deyil. Və məsələn, Allah Subhanahu taala buyurur ki, Vallahu la yehdil qavməz zalimin. Allah zalimləri düz yola yönəltməz. Yəni, zülm deməli, insanı düz yolu tutmağı mane olur. Ona görə zülmlə insan haqq yolda ölə bilməz. Və həmçinin qardaşlar Allah Subhanahu taala başqa ayədə buyurur ki, Vallahu la yuhibbuz zalimin. Allah zalimləri sevməz. Deməli, zülm həmçinin qardaşlar Allah sevgisindən insanı məhrum eləyir. Və başqa ayədə buyurur, وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ. Zalimlara köməkçi tapılmayacaq. Xüsusən də qiyamət günü. Qiyamət günü hamının ehtiyacı olacaq Allah Subhanahu taalaya, peyğəmbərlərin şəfaətinə və s. Və lakin zalıma heç kəs nə şəfaətçi olacaq, nə də zalıma köməkçi olacaq. Və həmçinin başqa ayədə buyurur Allah Subhanahu taala: "İnnehu la yuflihu zalimun."
Zülm, zalimlar necət tapıcıylar. Onlar üçün fəlah yoxdur. Və başqa ayədə buyurur ki, Həl yuhləku illəl qovmu zalimun. Və bu ayədə də bəyan edir ki, zalimlar həlak olacaq. Və başqa ayədə buyurur, Ələ lə'nətullahi alə zalimin. Və Allah subhanət hələ özü zalimlara lənət eləyir. Lənət də yəni Allahın rəhmətindən uzaq düşmək. Və həmçinin başqa ayədə buyurur ki, İnnəl zaliminə ləhum əzəbun əlim. Zalimlara ən ağrılı əzab var. Ən ağrılı. Və başqa ayədə buyurur, وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Yəni, zalimlar ancaq xəsarət içindədirlər. Zülm edən ancaq özünə zərər verir. Ancaq özünün xəsarətini çoxaldır, özünə qarşı olan əzabı çoxaldır. Bax belə. Və həmçinin elə ayələr var ki, hətta Allah subhanət hələ buyurur ki, ən zalim, nəinki deyir zülm, deyir, ən zalimi bu şəxsdir. Və məsələn, o ayələrdən bəzilərində Allah subhanət hələ buyurur, وَمَنْ أَظْلَمُ مِمَّنْ اِفْتَرَى عَلَى اللّٰهِ كَذِبًا. Əl-əyə. Allah subhanət hələ buyurur ki, Allahın adından yalan danışıb iftira edəndən zalim adam olarmı? Ən zalim adam olarmı? Yəni, təsəvvür, bu nəinki zülm, ən zalimidir zalimların içində. Allahın adından yalan danışmaq, iftira atmaq. Və başqa ayədə buyurur ki, Allah subhanət hələ وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا. Yəni, Allahın ayələri zikr olunan sonra ondan üç çevirəndən zalim adam ola bilərmi? Ən zalim adam ola bilərmi? Əlbəttə yox. Və həmçinin başqa ayədə buyurur ki, وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا. Əl-əyə. Yəni, Allah subhanətlə buyurur ki, Allahın evlərində Allah'a zikr etməyi mani olan, onları xarabə qoyanan zalim ola bilərmi? Bundan zalim ola bilərmi? Yəni, ən zalimi budur. Ona görə də Allah subhanətlə buyurur nə? Allah subhanətlə buyurur ki, başqa ayədə وَكَذَٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ. Ən'am surəsi 29-cu ayə. Yəni, biz bəzi zalimlara hakim edərik. Onların etdiyi nəyə görə? Günahlara görə. Deməli, insanlar, Allah subhanətə alə də hətta insanlar zalim olanda onlara zalim hakim verər. Yəni, Allah subhanətə bu ayədə buyurur ki, وَكَذَلِكَ نُوَلِّ بَعْضَ الظَّالِمِينَ عَلَى بَعْض. Biz bəzi zalimlara hakim edərik. Nəyə görə? بِمَا كَانُوا يَكْسِبُونَ. Onların etdiyi günahlara görə. Onların etdiyi günahlara görə. Ona görə insan islah olmağı üçün, cəmiyyət islah olmağı üçün zülm götürülməlidir. Adillik olmalıdır. Adillik nəcatdır. Zülm isə xəsarət, həlak olmaq. Və hədislər isə, qardaşlar, əgər 190-a qədər ayə bu barədə Quran-ı Kərimdə ilə qeyd olunursa, təsəvvürün hədis nə qədərdir? Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona görə buyurur ki, zülümdən çəkin. Çünki zülüm qiyamət günü zülmətdir. Və başqa ayədə buyurur ki, məzlumun duasından çəkin, qorun. Çünki sən ki, kimə zülm eləyirsən, o dua edir, onun duası qəbuldur. Ona görə kim ki, zülm eləmək istəyir, fikirləşsin. Fikirləşsin ki, birdən zülm eləyərsən, məzlumunsa duası qəbuldur. Pərdə yoxdur Allahla məzlumun arasında edilən duasında. Hətta kafir olsa belə. Hətta kafirə zülm eləmək olmaz. Hətta heyvana zülm eləmək olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem misal çəkir ki, heyvana görə biri cənnətə düşür, heyvana görə biri cəhənnəmə düşür. Zülmünə görə. Hətta heyvana zülm məqbul deyil. O ki, qaldı insana, fərqi yoxdur müsəlman və ya kafir. Dinimiz bizə adil olmağa əmr edir və bizə zülmdən çəkinməyə əmr edir. Və bu qədər qardaşlar, yəni özünüz də görürsünüz ki, zülm Allahın qəzəbinə düçar edir o insanı. Həmçinin zülm insanları uzaqlaşdırır səndən və həmçinin hətta şəfaəti, qiyamət günü insandan uzaqlaşdırır və yaddan çıxartmaq lazım deyil ki,
məzlumun duası qəbuldur. Ona görə qorxu Allahdan. Qorxu çalış, adil ol. Necə Allah Subhanahu taala bizdən tələb edib, istəyib və zülmdən çəkin, özünü qoru, ətrafı qoru. Hətta nəcət tapanlardan olasan həm bu dünyada, həm axirətdə. Aqul həzə və əstəğfirullah li və ləkum və lisa'il muslimin min kulli zəm. Əstəğfiru innehu huvel gafurur rahim.